Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Mən Ellər Akademinin Azərbaycan dili və ədəbiyyat müəllimi Sona Məmmədova. Dünən keçirilmiş 9-cu sinif imtahanını gəlin sizin bir yerdə nəzərdən keçirək. Deməli 27-ci sualda deyiliş və yazılış arasındakı fərqli məqamların sayına əsasən məntiqi ardıcılığı müəyyən edin. Deməli bir baxsaq, fərqlənmək sözündə bir dəqiqə başına yazaq. Deməli fərq lənmək şəklində tələffüz olunduğu üçün deməli 1, 2, 3 fərqimiz var. Nəqqaşlıq burada k olur, daha sonra l-dıya keçir, axırda isə x olur. Yenə 3 fərqimiz var, qabağına da yazaq. Xarranmaq, burada da həmçinin 3 fərqimiz olduğu üçün deməli bizə 3 fərq lazımdır. Palıtdıq. Elə cavabımız bu olur, çünki 3 fərqimiz var. Yəni 27-ci sualı A yazanlar doğru yazıb. Nəzakətlə də sayca l-niyə keçir və axıra n gəlir. Nişbinlikdə yenə 2 fərqimiz var. Sənətkarlıqda yenə 2 fərqimiz var. Qanadlanmaqda isə 4 fərqimiz olduğu üçün biz bunu götürmürük. Deməli cavab olur A variantı. Daha sonra 28-ci sualda hansı cümlədə düzəltmə isimlərinin sayı digərlərindən fərqlidir? Düzəltmə isimləri axtarırıq. Uzunluq ölçüsü kimi addım, qarış, dirsək, ayaq və s-dən istifadə etmişlər. Deməli, burada baxsaq, uzunluq 1 düzəltmə, ölçməkdən ölçü 2 düzəltmə. Qalanların hamısı sadədir, sadə isimlərdir, ona görə 2 dənədir burada. Ceyranları nəzərlərlə izləyən şəhərli, şəhərli, ovçu, burada da 2 dənə düzəltmə ismimiz var. O illərlə topladığı yazmaqdan yazı biri budur, nəşrdən nəşriyyat biri də budur. Başqa da yoxdur, burada da 2 dənə düzəltmə ismimiz var. Onların qəhrəmanlıqları bu 1. Bir də igidlik, bu da 2 dənə düzəltmə ismimiz var. Tamahkarlıqla xoşbəxtliyin bir-birini tanımadığına təəccüblənməyin, çünki onlar heç vaxt rastlaşmayıblar. Deməli, baxsaq burada tamah və tamahkar, tamahkarlıq. Burada lalə sizi çaşdıra bilər, zərf kimi düşünə bilərsiniz, amma burada zərf deyil. Cümlənin məzmununa baxsaq, tamahkarlıq və xoşbəxtliyin bir-birini tanımadığına. Deməli, burada la bağlayıcıdır, və ilə əvəz eləyə bilirik. Ona görə bundan işimiz yoxdur, bu qrammatikdir. Yəni, ayrıca nitq səsi daha doğrusu bağlayıcıdır. Bizə tamahkarlıq sözü qalmış olur, bu da düzəltmə isimdir. Və xoşbəxtlik. Xoşbəxtlik sözü isə mürəkkəbdir. Bir dənə işarə eləsək. İsimdir, amma mürəkkəbdir. Xoş və bəxtlik. Bu mürəkkəbdir, bu da düzəltmədir. Başqa baxsaq görək nə var. Başqa heç isim yoxdur, görmürük. Ona görə də burada bircə dənə düzəltmə ismimiz var. O da tamahkarlıq sözüdür. Bizə nə deyirdi? Düzəltmə isimləri sayı digərlərindən fərqli olsun. Bəli, burada bir dənədir, fərqlidir. O birislərdə 2 dənə idi. Ona görə də 28-də cavab olur Y variantı. 29-da hansı sözlər Ç hərfi ilə yazılmalıdır? Niscildə C olur, işgəncədə C olur, kəskində Ç olur, əsgərdə C olur. Cizitkən və miskində isə 2 olduğu üçün cavab 2, 3, 6, yəni C variantı olacaq. 29-da C variantı yazanlar doğru yazmış olur. 30-da verilmiş izahlardan hansına uyğun frazeoloji birləşmə işləməyib? Bir işə qarışmamaq, məsuliyyətdən qaçmaq, yaxasını kənara çəkməkdir, bunu çıxırıq. Küstürmə inciməsinə səbəb olmaq, könlünə toxunmaq, bunu da çıxırıq, budur mənası. Təsir etmək, sevgisini qazanmaq, qəlbinə yol tapmaqdır, bunu da çıxırıq. Nədənsə hədsiz narazı olmaq, qaşqabaq yer süpürmək ola bilər, bunu da çıxırıq. Amma ürəyinə salmaq nəyisə dərd eləməkdir. Ona görə də cavab Y variantı olur. 30-da Y yazmışsınızsa cavabınız doğrudur. Daha sonra 31-də hansı rəqəmlərin yeri dəyişdirilsə cədvəldəki yanlışlıq aradan qalxar? Yalnız amonim kimi işlənə bilən sözdür. Bəli, əqrəb, saatın əqrəbi və zəhərli işarət olaraq yalnız amonim kimi işlənir. Amma kök sözü həm amonimdir, həm də çox mənalı. Ona görə bura keçməli idi. Qayın bir qayın ağacı və ələs ağacı, bir də qohumluq bildirən söz qayın, amonimliyi var, amma çox mənalığı yoxdur. Ona görə də bu da düz yerdə işlənib. Hələ ki 2 səhvdir. Həm çox mənalı söz, həm də amonim kimi işlənə bilər. Bəli, dolu sözü həm çox mənalı, həm amonim kimi işlənə bilər. Yar sözü həm çox mənalı, həm amonim kimi işlənə bilər. Amma 80 sözü yalnız amonimdir. Bunun çox mənalığı yoxdur. Ona görə sol tərəfə keçməli idi. Deməli, 2 ilə 6-nın yerini dəyişməliyik və 31-də cavab olmuş olur. Deməli, Y variantı. Daha sonra növbəti sualımızda deməli, buradadır 32. Sözlərdən birində işarələnmiş şəkilçi bütün məqamlarda mənsub şəkilçisidir. Burada mexaniki səhvlik gedib əslində, amma cavabı A variantı kimi götürə bilərik. Nə mənada?
Əslində bunların hər birini iki cür düşünmək olar. Biri var ki, qoy meyvəni mən dərim. Sual sizə izah edeyim ki, tam aydın olsun. Burada dərmək sözün kökü im isə şəxs sonluğu olaraq gedəcək. Yəni biz burada m-nı şəxs sonluğunun içində götürə bilərik. Bir də ki, mənim dərim deyəndə isə, mənim dərim məsələn sarı rəngdə oldu və s. Burada da dəri sözün kökü m isə mənsubiyyət kimi olmuş olacaq. Şəkili. Şəkili sözü bilirik ki, alınma sözlərin içindədir, qapalı sait düşənlərdə. Mənsubiyyət də qəbul edəndə saiti düşəcək. Hal da qəbul edəndə saiti düşəcək. Həmçinin biz bunu leksik şəkilçili söz kimi də başa düşə bilərik, sifət kimi, şəkil yazı. Deməli, bütün məqamlarda mənsubiyyət deyil. Sonra bizim sözü, bizim yiyəlik hal ola bilər, bizim kitabımız. Bir də ki, mənim bizim. Ayaqqabı dikmək üçün istifadə olunan iynə mənasında biz və bizim mənsubiyyət şəkilçisi kimi düşünmək olar. Yarın. Yarın yaxşısı, məsələn, burada yiyəlik haldır. Bir də var ki, sənin yarın. Sənin yarın deyəndə isə burada mənsubiyyətdir. Sənin yarın. Burada isə mənsubiyyətdir. Yəni, bunda iki cür düşünmək olar. Nağıl sözü də ümumiyyətlə qapalı saitə düşən sözlər sırasında deyil. Təsirli halda da ı qəbul edəcək. Mənsubiyyət olanda da onun nağılı desək, ı qəbul edəcək. Bu da deyil ona görə. Dediyim kimi, əslində A variantı da iki cür düşünülə bilər. Sadəcə olaraq burada m hərfi tündqar hərflə verildiyi üçün A-nı götürə bilərik. Daha sonra 33-cü sual. Deməli, uyğunluğu müəyyən edin. Cümlələrdəki şairlənmiş isimlər adlı haldadır, yiyəlik haldadır, təsirli haldadır. Suvarma sistemlərini, suvarmanın sistemləri bu yiyəlik haldadır, gedir 2-yə. Müəllimin kitabları sabah gətirəcək. Sənin müəllimin mənsubiyyətdir, adlı haldadır, gedir 1-ə. İsfəndiyar kişinin sənəti dəmirçiliyidir. Sənət İsfəndiyar kişiyə aiddir, mənsubiyyətdir, adlı haldadır, gedir 1-ə. Təqaüdü almaq. Gizlənən təsirlikdir, burada gedir 3-ə. Qeyri-müəyyən təsirlikdir. Şuşa şəhəri, Şuşanın şəhəri bərpa eləmək mümkün olmasa da yenə də yiyəlik haldır. Bu da gedir 2-yə. Deməli 1-ə, daha doğrusu Y. Deməli 1-ə B-si, 2-yə A-Y hardadır? Elə A variantındadır. Deməli 33-də cavab olur A variantı. Daha sonra 34-də mücərrəd isimləri müəyyən edin. Bura diqqət yetirməliyik. Həm isim olsun, həm də mücərrəd olsun. Məsələn, şərafətlinin görən kimi çıxa bilərik, sifətdir. Sonra güllük konkret isimdə görə bilərik. Servis, virus, mədəni, duman da həmçinin var da. Servis, virus, nəfis. Nəfis zərif, incə deməkdir. Ona görə bu da sifətdir, bunu da çıxırıq. Külək konkret isimdir, bunu da çıxırıq. Cavab A variantıdır. Həm hamısı isimdir, həm də ki mücərrəddir. Ona görə də 34-də A yazanlar doğru yazmış olur. Daha sonra 35-də fərqləndirilmiş şəkillər əsasında sual şəraitinin yerinə uyğun gələn fikir. Abituriyentsiniz. Bu şəxs xəbərli şəkilçidir. Hətta yazaq şəxs. Abituriyentiniz deyəndə isə bu mənsubiyyət şəkilçisidir. İsmin bütün hallarında olan sözlərlə işlənə bilər. Şəxs xəbərlik təsirliklə işlənə bilmədiyi üçün bu səhvdir, ortaq deyil. Hansı şəxs aid olduğunu bildirir. Bu da mənsubiyyətə gedir, ortaq deyil. Ahəng qana tabi olmayan şəkilçisidir. Bir variantlı şəkilçisi demək istəyirəm, amma heç bir variantlı deyil. Bu da səhvdir. İsmə aid qrammatik şəkilçisidir. Bəli, hər ikisi. Sözün formasını dəyişir. Elə bu qrammatik şəkilçidir deməkdir. Ona görə bu da hər ikisi. Məzmunu dəyişən leksik şəkilçilərdir. Heç biri leksik deyil. Ona görə də cavab olur C variantı. Əgər 35-ə C yazmısınızsa cavabınız doğrudur. 36 hansı nömrədə sinonim sözlər işlənməmişdir? Xeyr, o saf qəlbli, məhsun, xəyallı, aşığım bu saat qəmli, məlallı. Qəmli, məlallı, məhsun, bunlar sinonimdir. Qarabağ təbiətin sərvət və var dövlət, sərvət sinonimdir. Yurdum, yuvam sinonimdir. Sonra məni bezdirmişdi yolların tozu, lap cana gəlmişdim, qorxurdum yaman. Burada bezdirmişdi, cana gəlmişdimi? Böyük ihtimal çaşmısınız bəlkə də bəziləriniz ki, bu sinonim daxı. Amma sinonimdir, bəs yaxşı, biri frazolojidir, biri yox. Cana gəlmişdim, frazoloji birləşmədi. Bezdirmişdi. Frazoloji birləşmə deyil. Ona görə də cavab D variantıdır. 36-ya D yazmısınızsa doğrudur. Yerlə çarpışan, göylə əlləşən, çarpışan, əlləşən mənası dostdan, aşinadan, dost, tanış sinonimdir. Burada da həmçinin burada çıxır. Daha sonra mətnlərə baxsaq, deməli ikisi də doğrudur. Bu nə haqqındaydı? Bir dənə yadımıza salaq. Əsgər məsələsi idi. Aha, baxaq. Deməli 37-də o əsgərlərin bəziləri ilə söhbət etmək istəyir cümləsi mətnə rəqəm qoymuş hansı hissəyə artırıla bilər? Rəqəm qoyulmuş hissələrə baxsaq, hansı hissəyə artırmaq olar?
bizə rəqəmlərmi verib? Bəli, rəqəmlər verib. Baxaq. 1-i artırsaq, məcburiyyətində qalır. O əsgərlərə söhbətə... Yox, burada heç hələ yox idi o kral. Yəni, gəlməmişdi əsgərlərin söhbətə. 2-də... 2-miz hardadır? 2-miz buradadır. O əsgərlərə söhbət eləmək istəyir. Yüzbaşın fikirləşdiyi kimi də olur. Burada uyğun deyil. Kral ordunu yoxlamağa gəlir. O əsgərlərlə söhbət eləmək istəyir. Orduya təzə qəbul edən həmin gəncin qarşısında dayanır. Bu ola bilər. Tam bu cümləni aparıb bura üçün yerinə qoyanda krala aid götürə bilərik. Ona görə də cavab C variantı olur. Daha sonra 38-də 1 altına xətt çəkilmiş hissədən çıxan nəticə deyil. Altına xətt çəkilmiş hissədə buradan danışırmış. Suallardan falan danışır. Baxaq. Kral əsgərlərin qidalanmasına maraqlanırdı. Bəli, bu doğrudur. Burada yeyib içməyiniz yerindədirmi deyirdi. Bu hissədə var. Ona görə bundan işimiz yoxdur. Yüzbaşı kralın əsgərləri yoxlamasına bundan əvvəl də bir neçə dəfə şahidlik etmişdi. Bəli, o bilirdi hansı suallar verəcəyini. Demək ki, şahid olub. Bu da doğrudur. Yüzbaşının fikrincə kral sualların ardıcılığını pozmurdu. Bəli ilə ən axırda yazıb ki, eyni ardıcılıqla verir həmişə. Yüzbaşı krala sualların cavabının hansı dildə verilməli olduğunu bilirdi. Bəli, almanca verilməli olduğunu bilirdi. Doğrudur. Kral xudbin və qaydalara ciddi əməl edən bir adamdır. Xudbin egoist deməkdir. Yazaq bura. Və biz burada kralın egoistliyinə aid bir şey görmədiyimiz üçün cavab Y variantıdır. Sonra 39-da üzərində rəqəm yazılmış sözlərdən həqiqilik və məcalis baxımından mətnləşinə fərqli nümunələr müəyyən edin. Deməli, bir yaraşıqlı, gənc yaraşıqlı, boylu, buxunlu, bığı yenicə tərləmiş, dəliqanlı idi. Əynindəki yaraşıq paltar onda da can göstərirdi. Yox, bu eynidir. 2-də yadından çıxmadı. Bu məcazi mənadadır. Yadından necə çıxarsın. Amma sevilin pilləkənin çıxmağı həqiqi mənadadır. Bu fərqlidir. 2-ni götürərik. Sonra 3-cü sözümüz cavab ver. Cavabı verə bilməz həqiqi mənada. Bu da məcazi sayılır. Amma bir şey var ki, burada da məcazi işlədir. Baxıb söz vermək. Bu da olmadı. 3 olan variantları çıxaq bəri başdan. 2 olanda götürsək, cavabımız artıq bəllidir. A yazmışsa doğrudur. Sonra 4-də yazıb ki, gəncin qarşısında dayanır. Bu da həqiqi mənadadır. Amma burada da küçənin başında dayanıb. Bu da həqiqətən dayanır axı. Burada siz çaşdırmasın. Küçənin başı məcazidir. Baş məcazidir. Başla işimiz yoxdur. Dayanıb həqiqətən dayanır. Bu həqiqi mənadadır. Bu yox. Sonra axırda da məəttəl qalan məcazidir. Stəkanın dibində qalan isə həqiqidir. Bəli, bu da fərqli mənadadır. 2-5 olur. Cavab həqiqətən də variantıdır. 40-da mətnə əsasən aşağıdakı suallardan birinin cavabını tapmaq mümkündür. Ölkə hansı dövlətlə müharibədə idi bilmirik. Neçə yaşı var idi kralın bilmirik. Kral sualları niyə ardıcılıqla vermir bilmirik. Yeni əsgər yanlış cavablar verəndə yüzbaşı hansı hisslər keçirir? Kral yüzbaşını nədə günahlandırır? Kral yüzbaşını günahlandırmır. Deyir, qəbahət məndədir. Şu sualları ardıcılıqla vermədim. Cavab D variantı ola bilər. Yüzbaşı hansı hisslər keçirir? Burada deyir, titrəyə-titrəyə yaxınlaşan yüzbaşı olanlar açıq aydın bir dillə krala başa salır. Ona görə də 40-da D variantını götürmək olar. Daha sonra 41-də mətnin neticə hissəsi ilə bağlı doğru fikir. Neticə hissəsində nə yazıb? Yazıb ki, heç narahat olmayın, Fransızın günahı yoxdur, qəbahət məndədir. Sualları sizə sıra ilə verməliydim. Vermədim daha doğrusu. Bu hissədə verilən məlumatı mətnin əsas hissəsindən rast gəlmək mümkündür. Baxaq. Əslində cavab budur. Çünki burada da yazılıb sualları həmişəki sıra ilə vermir. Burada da sualları sıra ilə vermədim. Yəni eyni məlumata ikisini də rast gələ bilirik də. Ona görə cavab A variantıdır elə. 41-də A götürmüsünüzsə doğrudur. Digər tərkib hissəyə nisbətən məcazi mənafelər daha çox işlənib. Yox, elə o birislərlə bərabər demək olar. Müəllifin dilinə verilmiş cümlə ilə bitir. Bəli, onun nitqindən bitir. Yanlış cavab verməsinin səbəbi bir dəqiqə. Müəllifin dilinə verilmiş bitmir axı. Müəllif budur. Burada obrazın nitqindən bitir uşaqlar. Kral obrazının nitqindən bitir. Bəs cavab? Doğrunu axtarırdıq da zaten. Bəli, A variantıdır. C variantı düz gəlməyəcək. Müəllifin nitqindən bitmir çünki. Daha doğrusu müəllifin sözündən yox. Obrazın nitqindən bitir. Sonra əsgərin yanlış cavablar verməsinin səbəbi izah olunmayıb. Xeyr, izah olunub da. Yanlış cavab verməsinin səbəbi sualın ardıcılıqla verilməməsidir. Məntiqi ardıcılıq pozan cümlə var, yoxdur. Cavab A variantıdır. 42-də nöqtələrin yerinə artırıla biləcək sözlər müəyyən edin. Bunu məncə yəqin ki, hamı düz yazıb. Çünki lakin yüzbaşı dəliqanlı gəncin yalvarışları qarşısında çox neynədi? Onu hərbiçi olmaq istəyini qəbul etdi. Yaza bilərik, çox əziyyət çəkməyib uyğun deyil. Çox dözməyib qəbul etdi. Çox davam gətirməyib qəbul etdi. 2-3 olar elə cavab C variantıdır.
əhəmiyyət verməyib yanlışdır mətn məzmununa görə. Sonra 43 bu mətndə bununla bağlı məlumat yoxdur. Gənc almanca bilmirdi, bu var idi. Kral fransızca bilmirdi. Bax bu haqqda məlumat yoxdur. O sadəcə fransızca bilənləri orduya götürmürdü. Amma biz nə bilək ki, o fransızca bilirmiş, bilmirmiş. Bəlkə fransız dilini sevmirmiş deyə, ya da öz qayda qanunlar, prinsiplər var imiş deyə. Yəni bilməməyini görmürük. Əsgər sualların cavabını almanca verir var. Kral cavabları əvvəlcə hiddətlənsə də sonra qəzəb soyulur. Fakt bu da var. Qəzəblənməyindən qorxurdu. Bu da var. Ona görə də elə cavabımız olur B variantı. 44-dən biri mətn plan bəndi ola bilməz. Qəbul üçün yalvarış oğlan yalvarırdı hərbi xidmətə görə. Yoxlanışa hazırlıq kral gəlinə qədər ola bilər. Fərqli sual sırası var. Gənc əsgərin öyrədilməsi, bəli, orada öyrədir ki, hansı dildə cavab ver. Əsgərə görə kəsilən cəza, əsgərə görə heç kimə cəza çəkilmir, daha doğrusu kəsilmir. Ona görə də cavab Y variantı olur. 45-də mətn məzmununda bir-birinə zidd olan 2 məqam var. Həmin məqamları müəyyən edin və yazın. Burada ziddiyyət nə ola bilərdi? Baxaq. Burada ziddiyyət gənc deyir, həmin gənc yaraşıqlı, boylu, buxunlu, bığ yeriyincə tərləmiş bir dəliqanlı idi. Burada da yazıb ki, yüzbaşı əvvəlcə 40 yaşlı bu dəliqanlının. Bax, bu iki cümləni köçürməliydiniz gənclər. Yazmalıydınız ki, bu iki cümlə bir-birinə ziddir. Bir cümlədə bığ yeriyincə tərləmiş bir cavan dəliqanlı olduğu qeyd olunur. Növbəti cümlədə isə 40 yaşlı bir dəliqanlı olduğu qeyd olunur və bu cümlə bir-birinə ziddir. Əgər bu şəkildə yazmısınızsa, cavabınız doğru olmuş olacaq. Daha sonra əvvəlində üst bucaq şəkli qoymuş sözün qarşılığını müəyyən edin və həmin qarşılığı cümlədə işlədin. Baxaq, qəbahət sözüdür. Başqa sözümüz varmı? Yoxdur. Qəbahət məndədir, günah məndədir. Elə ən yaxşı oturan bura cavab günah sözüdür. Məncə bunu da hamı düz yazmış olar və bunu da cümlədə işlətmək lazımdır. Məsələn, günahını qəbul etdi. Günahını boynuna aldı. Bu tipdə bir şeylər yazmışsınızsa doğrudur. Sonra burada sual unutmadıq. 46 ilə bitdi. Növbəti mətnə keçsək, bu da Əl-Xarəzmi haqqındadır. Aha. Mətnin 4-cü abzasından sözlə başlayan cümlə yeni abzasdan yazılmalıdır. 4-cü abzasına baxsaq 1, 2, 3, 4. Görək hardan yeni abzasa keçməlidir. Təxminən 833-cü ildə Xarəzmi Cəbrə dair ilk məlum ərəb traktatını yaratdı. Sonralar Kəsərin Bağdad alimlərinə imadarlıq edən xəlifə Əl-Məmunu həsr etmişdi. Coğrafiya əlaqədar olaraq Əl-Xarəzmi, coğrafiya əlaqədar olaraq. Buradan sonrası artıq həmin kitab haqqındadır. Coğrafiya kitab haqqındadır. Deməli, coğrafiya sözünün yeni abzasa keçməli idi. Cavab olur D variantı. 47-də D yazmısınızsa cavabınız doğrudur. 48-də uyğun fikirlər soruşur. Əl-Xarəzmi alim olmaqla yanaşı müəyyən bir vəzifəyə də sahib olmuşdu. Fikir vermişdi, sizə burada Hikmətlər evinə rəhbərlik eləyib. Ona görə də bu doğrudur. Doğrunun altından yazıb. Alim yaşadığı ərazinin siyasi rəhbərinə olan rəğbətini gizlətməmişdi. Bəli, hətta onu 2 əsər həsr eləmişdi. Bu da doğrudur. Yanlışın altına yazıb ki, Əl-Məmnun xəlifə olduqdan sonra Əl-Xarəzmi ilə tanış olmuşdur. Deməli, xəlifə olandan sonra Əl-Xarəzmi ilə tanış olmuşdur. Bir dəqiqə. Bu xəlifə olub nə vaxt? Bu xəlifə olub 813-cü ildə. Bunun dövrü budur. Amma bu isə 809-cu ildən sarayda yaşayıb. Deməli, əvvəli olub axı. Xəlifə olduqdan sonra yox, xəlifə olmamışdan əvvəl. Bu yanlış fikirdir. Yanlışın altında yazıb, ona görə düzdür. Alim coğrafiya sayəsində özünün əvvəlki fikirləri izah etmişdir. Bəli, burada Ptolemeyin fikirlərini, coğrafiyasını daha doğrusu əvəz edə bilməmişdi yazılıb, amma əvvəlində Ptolemeyin bəzi fikirlərinə aydınlıq gətirmişdi yazılıb, ona görə də düzdür. Amma gətirib səhvin altında yazdığı üçün işimiz yoxdur. Bundan bir şüd cavab A variantı olur 48-də. 49 mötərizə daxilə verilmiş sözlərdən biri özündən əvvəlki söz əvəz edə bilər. İbtidai orta təhsil eyni şey deyil. Böyük sevgisi, böyük rəğbət olub. Elə cavab bu olacaq. Uyğundur. Sonra o bir sözləri də elə belə baxaq. Dəqiq və böyük eyni şey deyil. Xəritəsindən daha dəqiqidir. Sonra tərtib edilmiş kitab, təqdim edilmiş kitab. Əlbəttə ki, tərtib edilmiş daha doğrudur. Elə cavab sevgi, rəğbət sözüdür. Ona görə də B variantı 49-da B yazmısınızsa doğrudur. Çünki bir-birinə əvəz eləyə bilər. Hansı məlumatlara mətnin ən azı 2 abzasına rast gəlinir? Dövrün xəlifəsinin elmə diqqəti, elm sayəsindəki ilkləri, həyatında təhsilindəki rolu, cəbr sayəsindəki xidmətləri. Burada elmə diqqəti, dövrün xəlifəsinin elmə diqqəti 2 yerdə var. Ən azı.
fikir vermisinizsə, gəlin baxaq. Baxın, bir burada yazılıb. Mən bunu tərifləyərək onun elmə və alimlərə böyük sevgisi olduğunu qeyd etmişdim. Sonra bir də Bağdad alimlərinə himayədarlıq edən xəlifə Məmun. Deməli, bu alimlərə diqqət göstərib də elmi alimlərə. İki abzasda görürük. Biri bu. Bunu götürək. Əl-Xarəzmin elm sayəsindəki ilkləri. Görək nə ilklər eləmişdi. İlk elə biri buradadır. Sarılayaq. İlk kitabın müəllifidir. Bir də ilk məlum ərəb traktatını yaradıb. Bəli, ən azı ilk 2 dənə ilkini gördük iki abzasda. Ona görə bunu da götürərik. Bir ikini götürsək, bununla bunun arasında qalırıq. Xarəzm şəhərinin Əl-Xarəzmin həyatında və təhsilindəki rolu. Xarəzm şəhəri haqqında ancaq girişdə yazıb. Vəssalam. Ona görə də bu iki abzası əhatə eləmir. Elə cavabımız olur D variantı. Cəbr sayəsindəki xidməti də bir abzasdaydı. Altından xətt çəkilmiş sözün mənasının verildiyi variant. Altından xətt çəkilmiş söz məlum, deməli, cəbrə dair ilk məlum ərəb traktatını yaradır. Cümləni oxuyanda da görə bilərsiniz ki, cəbr elminə aidsə, elmi bir əsərdir də. Cavablara baxsaq, B variantı elə bizə buradan baxır. Cavab olur B variantı, tam da mənasıdır. 52-də üzərində rəqəm yazılmış sözlərlə bağlı doğru variantı müəyyən edin. 52-yə baxaq. Daha doğrusu 52 yox, üzərində rəqəm yazmışım, baxaq. Deməli, təhsilini almışdır məcazi, böyük sevgi, metrlə ölçə bilmərik məcazi. Sonra 3 hanı, göfs dərəcəsi, yerin dərəcəsi, bu həqiqidir. Hələ ki 1-2 məcazi. Fikirlərinə aydınlıq gətirmişdir. 1-2-4 məcazidir. Fraqmentlər şəklində gəlib çatıb həqiqidir. 1-2-4 məcazidir, yadda saxlayaq, səhv seçməyək. 1-2-4 məcazi demişdik də, hə. Cavab Y variantıdır. Y yazmışsınızsa cavabınız doğrudur. Daha sonra 53-də mətnlə bağlı doğru fikirlər. Əl-Xarəzmi Əl-Məmun xəlifə olduqdan sonra saray alimi olmuşdur. Yox. Əvvəldən, bayaq da dedik, 809-cu ildən saray alimi olub. Amma bu 1813-cü ildən hökmdar olub, xəlifə olub. Bu yox. Əl-Xarəzmin coğrafi əsərləri Avropada Ptolemey əsərlərinin yerinə keçmişdi. Elə orada o cümlə var idi ki, yerinə keçə bilməmişdi. Tarixlə bağlı geniş araşdırmalar etməyi bacaran Əl-Xarəzmi kitabını tamamlaya bilməmişdir. Tamamlaya bilmişdi. Kitabını çap elətdirmiş sayıcı olaraq bizə gəlib bütöv şəkildə çatmayıb. O başqa şeydir. Əl-Xarəzminin Sincarda apardığı ölçmələr qısa müddətdə öz əhəmiyyətini itirdi. Orada yazmışdı 700 il öz əhəmiyyətini saxladı. Hara qısa müddət? Əl-Xarəzmin hadisələri ilbəil təqdim etdiyi tarix kitabı dövrümüzə bütöv halda çatmayıb. Bəli, elə ən axır nəticəyə baxsaz, bunu görmüş olarsınız. 53-də cavab Y variantıdır, Y yazmışsınız, doğrudur. 54-də hansı sualın cavabı mətnini tapmaq mümkündür? Əl-Xarəzmi Məhəmməd Peyğəmbərin fəaliyyətlə bağlı məlumatlar hansı mənbəyə istinadən yazıb bilmirik? Sadəcə yazıb. Niyə Yunan astronomun əsərləri əvəz edə bilmirik? Niyə Hikmətlər evinə rəhbər təyin olunub bilmirik? Niyə xəlifəyə əsər həsr edib? Çünki o alimə və elmə dəyər verirdi. Dəfələrlə bunu vurğulayıb bir neçə cümlədə ki, Bağdad alimlərinə himayədarlıq etdiyi üçün ona əsər həsr eləyib. Ona görə də cavab D variantıdır. Neçə yaşında vəfat eləyib bilmirik. 55-də mətnə əsasən Əl-Xarəzmi və Əl-Məmunla bağlı ortaq fikirlər, ortaq xüsusiyyət yazın deyir. Nə yaza bilərik? Yaza bilərik elmə və alimlərə dəyər verməsi. Elmə, bu niyə belə yazdım? Yazırıq. Elmə dəyər vermələri. Alimə də yazma olar. Elmə, alimə dəyər vermələri. Elə en gözəl xüsusiyyət amma budur. Ortaq bunu yazmışsa doğrudur. Bir də uşaqlar əlavə olaraq əsas bunu yazmalısınız mütləq. Amma əlavə olaraq nəsə yazmaq istəsək, yaza bilərik. Hər ikisi, yəni fərqli sahələrdə də olsa, hər ikisi rəhbər vəzifəsində çalışıb uşaqlar. Yəni rəhbər vəzifəsində çalışmalar da ola bilər. Bilirsiniz niyə? Bu hökmdarlar evinə, daha doğrusu hökmdar evinə idi, Hikmətlər evinə rəhbərlik eləyib. Bu birisi də xəlifə olub da ölkəyə rəhbərlik eləyib. Ona görə rəhbər vəzifəsində çalışmalarını da yazmaq olardı əlavə olaraq. Sonra mətndə nöqtələrin yerinə yazıla biləcək sözlər müəyyən edin. Nöqtələrə baxsaq, deməli, ibtidai təhsilini Xarəzmin məşhur alimlərindən alıb, görkəmli alimlərindən alıb. Məşhur, görkəmli, dünya görmüş, elə ən yaxşısı məşhur və görkəmlidir uşaqlar. Deməli, yazaq məşhur və yaxud da görkəmli. Zaten cümləni oxuyanda bunlar avtomatik bərpa olunur.
Sualımız qaldımı? Qalmadı. Uşaqlar rəylərdə yazarsınız necə düzgün çıxdığını. İnşallah ki, istədiyiniz nəticəni əldə eləmisiniz. Növbəti videolarda görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.